Soruşmaq istəyirdik ki, bizim sinifimizin haqqında nə düşünürsünüz? Sinifiniz haqqında nə düşünürəm? Sizin sinifiniz çox ürəyə yatımlı, mənim üçün ən azından çox ürəyə yatımlı bir sinif oldu. Mən sizə yaxşı yollar diləsəm də, mən çox ürək ağrısı ilə sizdən ayrılacağam. Siz onu biləsiniz. Yəni mən sizi çox istəyirəm. Siz yəqin ki, il ərzində bunu anlamısınız. Sizin sinif rəhbəriniz başda olmaqla məncə bu məktəbin sizin kimi şagirdlərə özlərini belə təqdim edən şagirdlərə, yerlərini bilən, sözlərini bilən, hərəkətlərini bilən şagirdlərə ehtiyacı var. Ona görə biz sizin üçün darıxacağıq. Ən azından mən. Siz də sağ olun. Bizim sinif barəsində nə düşünürsünüz? Bir sinif rəhbəri kimin sözlərini bilirsiniz, fikirlərimi də bilirsiniz. Amma tək bir müəllimə kimi, bu məktəbin müəllimi kimi, bu neçə ildə, 19 illik stajımda yeganə sinif, yeksiz, təksiz, sizin kimisi yoxdur. Bizim sinifimizin haqqında nə düşünürsünüz? Sizin sinifiniz hakkında onu düşünürəm ki, siz çok unikal sinifsiniz. 11'ye benim gördüğüm 11'ler arasında ayrı seçkiliği olmasın ama çift olsa seçilir. Onların özünə məxsus unikallığı var, özlərinə məxsus individualdılar və sizləri sevirəm. Çox sağ olun. Soruşmaq, bizim sinifimizin haqqında nə düşünürsünüz? Sizin sinifin haqqında onu düşünürəm ki, hər biriniz çiçək kimi uşaqlarsınız, maşallah, maşallah. Hamınız əminəm ki, ürəyiniz istədiyi yerdə olacaq. TikTokda videolarınıza baxmışam. Arzu edirəm ki, orada hansı sahələrə yönəlmək istədiniz, onu paylaşmışdınız. Arzu edirəm ki, hamınız o istədiyiniz yerə nail olacaqsınız. Sizi sevirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Salam aleykum. Gedirik İngilis müəlliməmizin yanına. Salam, salam. Bizim sinifimizin haqqında nə düşünürsünüz? Birinci demək istəyirəm ki, 5-ci sinifdə mən burada dərs deyirəm və çox mehriban, çox istiqamlı bir sinifdir. Balaca vaxtından hamınızı çox istəyirəm. Mənim üçün çox doğmasınız. Çox gözəl də sinif rəhbəriniz var və çox yaxşı birləşdirib sizi və o mehribanlığı 11-ci sinifə qədər mən görürəm. Çox istəyirəm ki, hər kəs öz yerini tapsın, öz qismətini tapsın və ali məktəblərə qəbul olsun, yaxud da gözəl bir peşə sahibi olsunlar. Uşaqlar, mən hamınızı çox istəyirəm, hamınızı bağrıma basıram və gələcəkdə birinci o insaniyyət ki var sizdə, o həmişə qalsın sizdə. Amma sonra və o da sizdə var. O da sizdə var, mən neçə il izləyirəm onu və sonra çox istəyərdim ki, hər kəs öz yolunu tapsın və biz də, bütün müəllimlər, mən də çox şad olaq. Bizim sinif barəsində nə düşünürsünüz? Sizin sinif mənim üçün çox doğma, çox əziz sinifdir. Çünki mənim əzizimin sinifidir. Mən də sizinlə bərabər, yəni birinci sinifdən gözümün qabağında böyüyən uşaqlarsınız. Hamınız mənim üçün çox doğmasınız. Onun üçün sizi çox istəyirəm və sizə uğurlar arzulayıram. İstəyirəm həmişə səsiniz zirvələrdən gəlsin. Sizi sevirəm, çox istəyirəm hamınızı ayrı-ayrılıqda. Hamınızı